Məsələn, alkoqol qadağasını götürün. Düşünürsünüz ki, bu yalnız sağlamlıqla bağlıdır. Alkoqol səbəbindən nə qədər ailənin dağıldığını bilirsinizmi? Yaxud Allahın qadağan etdiyi qumar oyunları. Onlar səbəbindən nə qədər ailə dağılır? Allah zina etməyi qadağan edir. Bunun səbəbindən nə qədər ailənin dağıldığını bilirsinizmi? Bütün bu qanunlar ailə həyatını təmizləyir. Hətta boşanma proseduru, həm nikah, həm də boşanma həyatımızda yer alır. Bəli, boşanma xoşa gəlməz bir şeydir. Əvvəllər səni sevildim, indi yox, boşanmaq istəyirəm. Buna görə Allah bizə ətraflı təlimat verdi ki, boşanma proseduru dəhşətli bir şeyə çevrilməsin. Quranda evlilik haqqında çox danışılmır, amma boşanma mövzusuna çox diqqət yetirilir. Əl-Bəqərə surəsində bu mövzuya bir neçə səhifə həsr olunub və bir də tam bir surə olan at-talaq var. Evliliyi xoşbəxt etmək üçün mühazirəni YouTube-da tapa bilərsiniz, amma Quranda yox. Niyə? Çünki insanlar ailəni necə qorumaq lazım olduğunu özləri başa düşə bilərlər, amma boşanmanı necə layiqincə etmək lazım olduğunu heç vaxt başa düşməzlər. Biz bunu bilmirik, buna görə Allah bizə öyrədir. O, yalnız münasibətlərimizi deyil, hətta onların sona çatmasını da təmizləyir.